Ben Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı. Naxçıvan məni qucaqladı. Naxçıvan məni bağrına bastı. Ben burada bütün o son illərdə çəkdiyim əzab əziyyəti unuttum. Bir il sadə bir həyat keçirtdim. Burada qohumlarımın kiçik evində yaşayıb adi insanlarla görüşlər keçirdirdim. Elə oldu ki, aylarla elektrik olmadı. Biz bu neft ləmpəsi ilə istifadə edib, onunla işləyirdik, onunla yaşayırdıq. Qışda işitmə yoxdu, cəmaat donurdu. Ağaçların çoxunu kəstilər ki, uşaqları xilas etsinlər. Mən o vaxt, o ağır vəziyyətdə xalqla bir yerdə oldum və Muxtar Respublikanın əhalisinə dəfələrlə dedim, biz bir yerdə yaşayacağıq, bir yerdə vuruşacağıq və bir yerdə bu vəziyyətdən çıxacağıq. Donsaq da bir yerdə donacağıq, ölsək də bir yerdə öləcəyik, əziyyətləri də bir yerdə çəkirik. Ancaq nə qədər çətin olsa biz bunlara dözəcəyik və bu günlərdən çıxacağıq.